ağlıma da gəlməzdi ki, evdə manqal dadında sobada quzu lülə eləyə biləm. Bax, balaca sirri var. Lüləni quzu qolundan elədim bu dəfə. Tamam sümükdən ayrı bətini çıxardıram. Sümüyünü isə bulyon üçün şorbalara saxlayıram. Yağlı olduğuna görə əlavə quzu quyruğu qatmadım. Əgər şişə çəksəydim, mütləq qatmalıydım. Tikələrə çəkən maşının iri gözündən keçirdirəm. Üzərinə suyunu sıxdığım yaşıl və kapya biber, bir də soğan qatıram. Duz istiotunu vurub 6-7 dəqiqə yoğururam. Soba sinisində yayıb bişəndə lülə formasında olsun deyə üzərinə xəttlər atıram. 200 dərəcədə sobada bişənən kimi sacda yuxalarımı eləyirəm. Çünki yuxasız lülə olmaz. Heç düyüsüz də lülə olmaz. Amma düyünü ən sevdiyim formada elədim, qarğıdalı ilə. Banciyel qarğıdalı erkən yığım sayəsində təbii şirin dadını qoruyur. Əlavə şəkərsiz vitaminlərlə zəngindir. Həm sadə şəkildə, həm də yeməklərimə qarnir kimi əlavə eləməyi sevirəm. Düyünü süzüb kərə yağı və qarğıdalı ilə dəmə qoyuram. İndi deyəcəksiniz ki, bəs kömür nə üçündür? Kabablıq kömürü qızdırıb üzərinə yağ töküb bağlı mühit yaradıram. Heç yeyəndə seçməzsiniz bu lülə. Evdə bişib ya manqalda. Bəs siz necə sevirsiniz manqal ətrini? Ən sevdiyiniz manqal yeməyi hansıdır?